Ən vacib və ən önəmli bir şey, nəyi ki, bir çox qida mütəxəssisləri demirlər, bu odur ki, insan bir canlı orqanizmdən ibarətdir və ona çi, təbii, canlı məhsullar tələb olunur. Onlar deyirlər ki, vitamin və minerallar, onlar hansısa nutrientlər haqqında danışırlar sizə, hansısa bir xəstəliklər haqqında, bu xəstəliyin müalicəsi belədir, resepti budur və sair və ilahi uzun bir yollar. Amma həmən vitamin, həmən minerallar bişirildikdən sonra həmən keyfiyyətdə, həmən formada qalırlarmı? Girirsən hansısa bir məhsulu araşdırırsan, görürsən ki, orada bax filan nutrientlər yazılıbdır, filan minerallar, vitaminlər yazılıbdır. Amma onlar qızardılmış vəziyyətdəmi, çiğ vəziyyətdədirmi, hazırlanandan sonra hansı halda olurlar, hansı keyfiyyətdə olurlar? Həmənki bir şeylər qalırlarmı onlarda maddələr, yoxsa qalmırlarmı? Bəli, onlar sizə deyəcəklər ki, meyvə yeyin, onlar sizə deyəcəklər ki, tərəvəz yeyin, göy-göyərtini bol eləyin hər yeməyinizdə. Amma eyni zamanda da bu məlumatların içində başqa bir şeyləri də qarışdırıb sizə deyəcəklər. Çünki hər bir şeydə vitamin və mineral var. Hər bir şeydə, yəni müəyyən bir nutrientlər var. Amma ən önəmli və ən vacibi ümumiyyətlə bu məhsul mənim orqanizmam üçün uyğundurmu, yoxsa uyğun deyilmi? Və hansı formada o mənə tələb olunur, hansı formada o mənə lazımdır? Bu fundamental bir əsas kənarda qaldığı üçün insanlar yenə də müəyyən bir çatışmazlıqlarını tamamlamaq üçün hansısa süni bir əlavələrdən falan istifadə edirlər. Xəstələnirlər, hansısa bir dərmanlardan, iynələrdən istifadə edirlər. Halbuki insanın qidası da, şəfası da, dərmanı da, hər bir şeyi elə təbiətin özündədir. Yetər ki, insan özü öz təbiətini araşdırsın. Vəssalam.